Salam, xoş gördük hər birinizi. Bu günlər mən çox ləzzətli, xırçıltılı, sapsarı, əzilməyən qarpız mürəbbəsi hazırlayacağam. Qarpız sezonu olmuşkən mütləq şəkildə hazırlamanızı tövsiyə edirəm. Qarpız mürəbbəsini hazırlamaq üçün qarpızı yeyərkən, əgər ki gördünüz ki, qarpızın qabığı qalındır, qalın hissələrini atmırıq. Yəni mürəbbə üçün saxlayırıq qarpızın qabığını. Daha sonra isə gördüyünüz bu çəhrayı hissələrini kəsib götürəcəm. Doğradıktan sonra üzerindeki yaşıl hissələrini, yaşıl qabığını da kəsdikdən sonra çətə kəsən bıçağımızla fiqurlar halında kəsib bişirəcəm. İlk öncə qarpızın içərisində olan çəhrayı hissəsini kəsib çıxarıram, daha sonra isə doğrayacağam. Qarpızın içərisində olan çəhrayı hissəni kəsib çıxardım. İndi isə gördüyünüz kimi çətə kəsən bıçağımızla formalar halında kəsməyə başlayıram. 2 barmaq enində kvadrat şəkildə doğrayıram. Daha sonra isə incə-incə, kiçik ölçüdə doğramaya başlayacağam. Bu qaydada doğradım mən. Siz istəsəz daha kiçik ölçüdə də doğraya bilərsiniz. Bu qaydada doğrayıb daha sonra isə üzərində olan qarpızın qabıqlarını soyacağam. Qarpızın üzərində olan yaşıl qabığı soyarkən doğradıktan sonra soymaq lazımdır ki, daha böyük ölçüdə olarsa qabığını soyarkən biləyimizi, əlimizi kəsə bilərik. Bu üsulda daha rahatdır qabığını soymaq. Sizlərə də tövsiyə edirəm bu üsulda soymağını. Və qarpızın qabığını soyub bir qabın içərisinə yığıram. Qarpızın qabığını soyub bitirdim. Bir qabın içərisinə, dərin bir qabın içərisinə soyuq su əlavə edib, içərisinə 2 yemək qaşığı çay soda əlavə etdikdən sonra çay sodanı suda həll edib, qarpızın qabığını isə həmən suyun içərisinə əlavə edəcəm ki, 6 saat, 7 saat həmən suda gözlədirəm ki, qarpızın qabığı bərkisin deyə. Çay sodanı suya əlavə edib, suda həll etdikdən sonra doğradığım qarpızın qabığını da suyun içərisinə əlavə edib 6-7 saat gözlədəcəm. Gözlədərkən suyun içərisində ara sıra mütləq şəkildə qarışdırmaq lazımdır ki, suyun üzərində olanlar alt hissəyə keçib yaxşı canına çəksin deyə. 6-7 saat keçdi. Suyun içərisində gözlətdiyim qarpız qabıqlarını gördüyünüz süzgəc vasitəsilə sudan çıxarıram suyunu süzərək.
Çay sodalı sudan çıxardıqdan sonra qarpızın qabıqlarını 3-4 dəfə yuyacağam təkrar soyuq su ilə. Qarpızın qabığını yaxşı-yaxşı yumaq lazımdır ki, üzərində olan çay soda axıb getsin deyə. Mən qarpızın qabıqlarını 4 dəfə yudum. İndi isə suyunun çəkilməyini gözləyirəm. Suyu çəkilincəyədək bişirəcəyim ləyinin içərisinə kilo şəkər tozu əlavə edəcəm. Yəni ki, məndə 4 kilo qarpız qabığı olduğu üçün 4 kilo da şəkər tozu əlavə edirəm. Şəkər tozunu əlavə etdikdən sonra 10 stəkan soyuq su əlavə edirəm şirəsini hazırlamaq üçün. Yəni 4 kilo qarpızın qabığı üçün 4 kilo şəkər tozu üçün 10 stəkan su əlavə etdim. Şirəsini hazırlayıram. Şirə qaynadıqdan sonra qarpızın qabığını əlavə edəcəm şirəmizin içərisinə. Şirəmiz gürxodda qaynadı. İndi isə qarpızın qabığını əlavə edirəm. Ocağın altını gür saxlamaq lazımdır. Qarpız qabığını əlavə etdikdən sonra qaynamağa başladı. Ocağın altını orta xodda qoyacağam ki, çox gür xodda olmaz. Nə də ki, çox zəif xodda olmaz. Orta atəşdə qaynadıqdan sonra orta atəşə gətirmək lazımdır. Qarpız qabığını şirəyə əlavə etdikdən sonra tez-tez qarışdırmaq lazımdır ki, hər tərəfi eyni qaydada bişsin deyə. Yəni əzilməyindən qorxmayın. Qarpız qabığı bərkitmişik çay sodalı suda. Həm də özü də qarpızın qabığı bərk olduğu üçün əzilmə ehtimalından heç narahat olmayın. Əzilməyəcək. Çox gözəl alınacaq. Mütləq şəkildə tez-tez qarışdırın qarpız qabığını. Mürəbbəmiz qaynara düşüb qaynamağa başladığında biraz 5 dəqiqə qaynadıqdan sonra üzərinə yığılan köpüyünü götürürük. Yəni köpük saxlamaq olmaz. Üzərində olan bütün köpüklərini yaxşı yığmaq lazımdır. Mürəbbəmizin rəngi saralmağa doğru gedir. Yaxşı-yaxşı qarışdırırıq ki, hər tərəfi yaxşı bişsin deyə. Mürəbbəmi 15 dəqiqə müddətincə bişirdim. Ocağın altını söndürürəm. Bir gün şirədə saxlayıb, təkrar bir gün sonra isə yenidən 10 dəqiqə bişirəcəm. Mürəbbəmizi bir gecə şirədə gözlətdikdən sonra təkrar ocağın altını gürxoda yandırıb, ocağın üstünə qoyub bişirməyə başlayıram. Mürəbbəni bişirərkən bir bağlama şəkərli vanil, 10 ədəd mixey əlavə edirəm və 6-7 dilim də limon dilimi əlavə edib təkrar 10 dəqiqə qaynadıb bişirəcəm.
Və 10 dəqiqə keçdi. Gördüyünüz kimi artıq mürəbbəmizin üzərində iri-iri qabarcıqlar əmələ gəlir. İndi isə ocağın altını bağlayıram. Mürəbbəmizin soyumağını gözləyirəm. Mürəbbəmiz soyuncayərək bançolarımızı və banço qapaqlarımızı sterilizə edib, içərisini quruladıqdan sonra mürəbbəmizi bançoların içərisinə yığacağam. Mürəbbəmiz soydu. Sterilizə edilmiş bançoların içərisinə mürəbbələrimizi yığıb, qapaqlarını küp şəkildə bağlayıb, sərin və qaranlıq bir yerdə qış üçün saxlaya bilərsiniz. Və budur, mənim qarpız mürəbbəm artıq hazırdır. Çox gözəl, çox ləzzətli, suyunun rəngi şəffaf, xırçıltılı, xarlamayan qarpız mürəbbəsi hazırladım. Əminəm ki, sizlər də bu resepti bəyənib hazırlayacaqsınız. Hazırlayan hər kəs öncədən nuş olsun deyirəm. Və kanalıma hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün abunə olub, videolarımı sonucan izləyib like etməyi unutmayın. Və videolarımı yaxınlarınızda paylaşın ki, daha çox insanlar videolarımdan yararlanıb, faydalansın deyə. Və məni digər sosial şəbəkələrdən və Instagramdan da takib edəsiniz. Çox sevinərəm. Mənə nə sualınız olarsa, videonun alt hissəsində yorumlar qisminə yazaraq paylaşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidilə. Hələlik, sağ olun.